Yeşaya 33-cü fəsil. Kömək üçün yalvarış. Vay halına, ey yıxıb dağıdan, amma özü yıxılmayan insan. Vay halına, ey xain adam, hərçənd sənə qarşı xəyanət eləməmişlər. Sən məhv eləyib qutaran zaman özün də yıxılacaqsan. Sən xain əməllərindən dönəndə xəyanətlə rastlaşacaqsan. Ya Rəbb, bizə qarşı lütfkar ol. Çünki sənə ümid eləmişik. Hər səhər bizim qüvvətimiz ol, fəlakət günündə bizi qutar. Sənin qüdrətli səsindən xalqlar qaçır. Sən ayağa qalxarkən millətlər pərən-pərən olur. Çəyirtkələr tarlanın nə cür talan eləyirlərsə, ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar. Rəbb ucadır, yüksəklərdə oturur. Siyonu ədalətlə və salihliklə doldurur. O yaşadığınız dövrün təməlidir. Qurtuluşun, hikmətin, biliyin mənbəyidir. Rəbb qorxusu sənin xəzinəndir. Budur, millətlərin igidləri küçələrdə çığırırlar. Sülh qasidləri hönkürüb ağlayırlar. Yollar boşalıb, səyyahlar yoxdur. Düşmən əhdi pozdu. Şəhərləri dağıtdı, adamları alçaltdı. Ölkə yas tutur, zəifləyir. Livan məğlub olub, solub. Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür. Rəbbin xalqlara xəbərdarlığı. Rəbb deyir, indi qalxacağam, indi yüksələcəyəm, indi ucalacağam. Samana hamilə qalıb küləş doğacaqsınız. Nəfəsiniz sizi məhv eləyən alova dönəcək. Xalqlar yanıb kül olacaq. Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq. Ey uzaqda yaşayanlar, neynədiyimi eşidin. Ey yaxında yaşayanlar, mənim gücümü bilin. Siyondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi. Hər şeyi məhv eləyən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik? Amma salihlik yolu ilə gedən, doğru sözlər danışan, zorakılıqla əldə edilən qazancı rədd eləyən, əlini rüşvətdən uzaq tutan, qatillərin qurduğu qəsdə fikir verməyən, pisliyə qarşı gözlərini yuman, yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. Parlaq gələcək. Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək. Uçsuz-bucaqsız ölkəni seyr eləyəcək. Hardadır xərac yığan, hardadır qeydiyyat aparan, hardadır qüllələrə nəzər salan, deyərək, dəhşətli günlər haqqında düşünəcəksən. Anlaşılmaz, yad dildə danışan, təkəbbürlü xalqı daha görməyəcəksən. Bayramlar keçirdiyimiz şəhərə, Siyona bax. Gözlərin Yerusəlimi, sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək. Kəndirlərinin heç biri qırılmayacaq. Lakin orada, geniş çayların, irmaqların olduğu yerdə əzəmətli Rəbb bizlə olacaq. Oradan avarlı qayıqlar, böyük gəmilər keçə bilməz. Çünki Rəbbdir hakim olan, Rəbbdir qanunumuzu qoyan, padşahımız Rəbbdir, odur bizi qutaran. Gəmlərinin ipləri boşaldı, dor ağacları yerində möhkəm dayanmadı. Yelkənləri açılmadı. O vaxt böyük talan malı paylanacaq. Hətta topal adamlar da talan eləyəcək. Heç bir Siyon sakini xəstəyəm deməyəcək. Orada yaşayan xalqın günahları bağışlanacaq.